Neçə kilo çəkirsən oğul? 14. Çək. Salamlayıram hamını. İndi heyvanları da göstərəcəyik sizə. Baxın, bu formada yem tərəzidə çəkilməlidir. Bir neçə nəfər kommentdə yazıb ki, neçə stəkan verilir, neçə ovuc verilir. Hamından dönə-dönə xahiş edirəm. Bu vacib məsələdir. Heç vaxt heyvana indiki zamanədə, yəni qabaq bolluq olub bəlkə də dədə-baba üsulu ilə heyvanlara ovucla, vedri ilə verilib. İndi əgər buna biznes məqsədi ilə yanaşırıqsa, biz heç vaxt yəni hesab kitabımızı itirməli deyilik. Yəni lor dildə desək, nə xərcləmişik, nə yatırım eləmişik və nə götürəcəyiksə onu hesablamalıyıq. Mümkün qədər hətta öncədən. İndi hal-hazırda bura keçən dəfəki videodan, yəni bu yana, çəkdiyimiz dönəmdən bu yana bir 12-11 heyvan da qoşulub, əlavə heyvanlar gəlib, biraz iri heyvanlar. İndi onları bugün yemləyirik hal-hazırda. Sadəcə tərəzidə çəkməyimizi göstərməkdən məqsəd o idi ki, kommentlərə, yorumlara çəkilişlə, qısa çəkilişlərlə cavab verirəm. Zəhmət olmasa hamı baxsın. İndi bəyənmək ürək istəyən bəyənər, abunə olmaq istəyən abunə olar, məcburi deyil. Yəni özünüzün xeyri üçün, yeni videoları görməyiniz üçün abunə ola bilərsiniz istəsəz. Baxın belə, Allah hamı malına, mülkünə bərəkət versin inşallah. Sağlıqla, növbəti videolarda görüşənədək.